Bugün Bakı Apellyasiya Məhkəməsində idmançı Kamil Zeynallının barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Oxazın xəbərinə görə prosesdə qərar elan olunub. Qərar əsasən Kamil Zeynallının apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. İttihama görə Kamil Zeynallı Heydər Əliyev mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqir edici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinin əməkdaşları onu saxlayıblar. Kamil Zeynallı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham olunur. Nərimanov rayon məhkəməsi ona 10 sutkalıq həbs verib. Bakının Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən Köz Dönər kafesində dönər yeyən 7 nəfər zəhərlənib. Səhiyyə Nazirliyindən Oxaza verilən məlumata görə həmin şəxslər kliniki tibbi mərkəzə aparılıb. Həmin şəxslərdən ikisi 18 yaşına çatmadığı üçün 2 saylı Əbülfəz Qarayev adına uşaq klinik xəstəxanasına yerləşdirilib. 5 nəfər isə kliniki tibbi mərkəzin yoluxucu xəstəliklər şöbəsinə aparılıb. Kliniki tibbi mərkəzə yerləşdirilən 3 nəfər artıq evə buraxılıb. Qalan xəstələrin ümumi vəziyyəti yaxşıdır. Zəhərlənənlər həyatı təhlükəsi yoxdur deyə nazirlikdən qeyd edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxazın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Sahibkarlıq subyektindən götürülən nümunələr laboratoriyalara təqdim olunub, nəticələrlə bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Azərbaycan kömrükçüləri külli miqdarda psixotrop maddənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Məlumata əsasən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya gedən yük nəqliyyat vasitəsi nəzarətə götürülüb. Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsi İranın Astara şəhərindəki Pardis Krem şirkətindən Kiyev şəhərindəki Arxitektuar Dekor şirkətinə qarışıq yük apararkən Azərbaycanda Astara gömrük postunda saxlanılıb. Yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib. Baxış zamanı Jack rəqəbli xidməti it nəqliyyat vasitəsinin qoşqusuna xüsusi işarə və hərəkətlərə reaksiya verib. Sonra avtomobil stansionar retkin qurulsundan keçirilib. Bu zaman avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə edildiyindən nəqliyyat vasitəsi təkrar yoxlanılıb. Nəqliyyat vasitəsinin qoşqusunda 2 ədəd paketdə olan 144 ədəd karton qutudakı plastik tərkibli, düzbucaqlı formalı müxtəlif ölçülərdə lövhəciklər yükü boşaldılıb və bütün qutular rentgen qurğusundan keçirilib. Bu zaman 12 ədəd qutuda yenidən şübhəli cizgilər müşahidə edilib. Həmin 12 ədəd qutuya baxış zamanı isə qutuların içərisindəki lövhəciklərin tərkibinin plastik materialdan fərqli, yəni tərkibində metamfetamin adlı psixotrop maddə olduğu müəyyən edilib. Daha sonra içərisində 143 ədəd düzbucaqlı lövhəcik olan 12 ədəd karton qutunun ümumi çəkisinin 56 kg 363 qram təşkil etdiyi məlum olub. Qeyd edək ki, aşkar olunan 56 kg 363 qram metamfetamin qara bazarda dəyəri 9.500.000 manat təşkil edir. Xatırladaq ki, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin birinci siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır. Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 milyard 927 milyon Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Oxaz xəbər verir ki, bu göstərici ötən ilin yanvarın 1-i ilə müqayisədə 5% azdır. Maliyyə Nazirliyinin məlumatına görə 2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb. Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir. Daxili İşlər Naziri Ramil Usubov yeni təyinat barədə əmr imzalayıb. Oxaz xəbər verir ki, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən Gədəbəy rayon polis şöbəsinin rəisi polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib. Onun yerinə daha əvvəl Mingəçevir şəhər polis şöbəsinin rəis müavini vəzifəsində çalışmış Mehman Həşimov təyin edilib. Bakının avtomobil bazarında orta qiymət 13,27% bahalaşıb və 48,12 manat təşkil edib. Emba Group Consulting şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, bu ilin fevral ayında paytaxtın avtomobil bazarında 1,738 min avtomobil satışa çıxarılıb. Yanvar ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli 1,94% artıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi, yəni 78,83%-i benzin mühərrikli avtomobillər olub. Dizel mühərrikli avtomobillər portfelin 21,17%-ni təşkil edib. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 72,32%, mexaniki sürət qutusu olan avtomobillərin payı isə 27,68% təşkil edib deyə Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, fevral ayında bazardakı avtomobillərin orta yürüyüş göstəricisi təxminən 145,839 min kilometr olub. Avtomobillərin orta yaşı 10 il olub ki, bu da cari ilin yanvar ayının göstəricisi ilə müqayisədə 0,2% çoxdur. Ekspert əlavə edib ki, bazarda təklif olunan avtomobillərin orta
illik köhnəlmə dərəcəsi 7,11% təşkil edib. Eyni zamanda yaşı 5 ilədək olan avtomobillərdə bu göstərici 6,8%, 5 ildən 10 ilədək olan avtomobillərdə 3,85%, 10 ildən 15 ilədək olan avtomobillərdə 2,82%, 15 ildən 20 ilədək olan avtomobillərdə 1,43%, 20 ildən 25 ilədək olan avtomobillərdə isə 0,74% təşkil edib. Salam əziz izləyicilər, mən istəyirəm ki, bugün arılar haqqında sizə biraz məlumat vereyim. Mən Hüseynov Vidadi, Astara rayonunun Miki kəndində yaşayıram, gənc arıçıyam. Yəni ki, 120-yə yaxın arım var, arılarımın 50-yə yaxın arım buradadır. Qalan hissəsi isə, yəni ki, çəmən bitkilərinə onu ayrı yerdə qoymuşam, orada bal gətirir. Burada gördüyümüz, yəni arıları şəmiçəkkinə, bura arılarımızın qoyduğu yer, Astara rayonunun Miki kəndi dağlıq ərazidir və gördüyümüz dağ Tirkan Milli Parkının səhhədidir. Yəni arılar həm Astara meşə fonunun, Astarada olan, yəni dağlıq ərazidə bitən bitkilərdən bal yığır, həm də Tirkan Milli Parkında bitən minlərlə bitkilərdən və min bir dərdin dərmanı saydığımız bitkilərdən bal yığır. İndi istəyirəm ki, yəni ki, arıları hələ bura təzə gətirmişik. Hələ burada arılar bir aya yaxın, yəni ki, məhsul gətirəcək. Güllər, çiçəklər burada hələ təzə açıb. Yəni, çəkkinə göstərə də bilərik. Yəni, burada əsasən bal gətirir. Yəni ki, gökə ağacından əsas bal gətirir. Və Qafqaz xurması adlandırdığımız meşədə təbii halda bitən cır xurmalardan bal gətirir. Və meşədə bitən bütün bitkilərdə, sitrus bitkilərdən yəni bal yığır burada arılar. Meşədə bitən, yəni qaragilə, yəni bütün bitkilərdə, təbiətdə bitən bütün bitkilərdən bal yığır. İndi istəyirəm ki, bir-iki arı yeşiyini yəni açım. Orada sizə balı yəni göstərim. Hələ arı təzə bal düzü gətirib. Hələ burada bir aya yaxın məhsul gətirəcək. Onu mən istəyirəm ki, çəkim sizə göstərim. Biz bildiyimiz kimi arılar bütün çiçəklərdən bal gətirir. Yalnız qızıl gülün üzərinə əyləşməz. Yəni ki, ondan məhsul götürməz. Çünki Allah Taala tərəfindən bizə çatdırdığına görə qızılgül haram buyurulur. İndi mən istəyirəm ki, bir arı yeşiyini açım. Burada sizə arının gətirdiyi məhsulu, yəni ki, Allah bərəkət versin. Gördüyümüz kimi arı hələ indi bal vurub, kəmi balı çək göstər. Və qalan hissəsi isə çiçək tozudur, yəni güləmdir. Bu gördüyünüz bax bu güləm min bir dərdin dərmanıdır. Bütün demək olar xəstəliklərin dərmanıdır bu çiçək tozu.
Bu da yəni ki, təbii hələ indi gətirdiyi baldır. Digər ramkanı mən istəyirəm çıxardım. Və bu ramkada da hələ gördüyümüz kimi, yəni arı bura bala vurub, yəni yumurta qoyub, təzə yumurtadır. Bura isə bal, hələ baxın bu qədər bal vurub. Yəni ki, bu ramkada təqribən olar bir yarım kiloya yaxın bal, qalanı isə baladır. Yəni ki, arılar mən yeni də qeyd etmək istəyirəm. Burada hələ təzə məhsul gətirir. Hələ bunun məhsul gətirməyi, yəni ki, qabaqdadır. Hələ burada arılar ən azından bir aya yaxın güldən çiçəkdən məhsul gətirəcək. Öz nömrəmi də sizə deyim. Yəni ki, kim belə təbii məhsul, təbiətin qoynundan, bax gördüyümüz bu cənnət məkan yerdən arıları min bir əziyyətlə yığdığı balı mən sizə təklif edirəm. Kim istəsə, mənim nömrəmlə əlaqə saxlaya bilər. Nömrəmi sizə xatırlayıram, 051 546 39 39. Yenidən mən deyirəm, siz özünüzə qeyd eləyin, 051 546 39.